Yəqin ki, bir çoxlarınız bu sözlərdən istifadə etmisiniz. Səni yerə girəsən, boynunu yerə soxub. Bəs insanlar nə üçün bu ifadələrdən istifadə edir? Bu sözlər necə yaranıb? Bu əslində zərdüştlükdən gəlir. Zərdüştlükdə ümumiyyətlə insanın torpağa bastırılması təhqir hesab olunurdu. Onların inancına görə bu qadağan idi. Ümumiyyətlə suya atmaq, yandırmaq və eyni zamanda xüsusilə torpağa bastırmaq qətiyyən olmazdı. Çünki torpaq müqəddəs hesab olunurdu və ümumiyyətlə onu kirlətmək olmazdı. Həm də inanırdılar ki, torpağa bastırılan insanın ruhu göyə qalxa bilmir. Bəli, belə bir inancları var idi. Ona görə də bunu təhqir və qarğış hesab edib deyirdilər ki, səni yerə girəsən, boynunu yerə soxun. Hətta bu Qaravəllilərdə də var idi. Onlar ölmüş insanı aparıb bir xarabalıq yerə qoyurdular ki, quşlar onun ətini yesin. Yəni bədən tamamilə ətdən xilas olsun. Sonra sümükləri yığıb aparıb saxlayırdılar. Zərdüştlük və daha qədim atəşpərəstlik inanclarında belə maraqlı və qəribə yanaşmalar olub. Amma məhz bu sözlər oradan gəlir. Bugün bizim normal hesab etdiyimiz və normal gördüyümüz dəfn mərasimləri o vaxt üçün kifayət qədər təhqir hesab olunur.